Aa, hə, bax bunu məsəl üçün yığışdırsaz, bu çox yaxşı Yuxarıdakini olar. deyirsiniz. Necə? Yuxarıdakini deyirsiniz, yoxsa Bunu, aşağıdakı? bunu yığışdırmağız. Biraz da bunu böyütməyimiz buracan. Okeydir yəni. Neqativ boşluq göstərmiş. Bu okeydir. Və font orada uyğun gəlir ora. Hə, burada font problemi yoxdur. Uyğundur. Problem olsa deyərdim. Burada məsələn bu font yaxşı deyil. Rəngi itir. Ə, biraz Hmm, qarışıq abu-hava Bu verir. font Bu elə arxadakı rəngdir, ora. arxadakı background xəttlərinin çox olması yorucudur, göz yorur. Yazıya və önəmli vizual fokuslanmaq olmur. Burada biraz hər Hmm, şeyi qarışdırmısınız. Amma belə tiplərdə gedir işimiz. Biraz belə arxa planı qarışıq eləməkdən qaçın. Arxa planları qarışıq eləməyin. Arxa planları sadə eləməyə çalışıyorum. Uzağa bir neçə detalına və daha çox opacitysini azaltmağa çalışıyorum. Buna şey edin, diqqət edin. Burada isə burada məsələn bunları ağ eləyib. Məsəl üçün quruşçu rejissor qalın fontdan ya da nazik fontdan. Qurban Nəsimov qalın daha font aşağıdan yoxsa? aşağıda. Hə, bax burada və burada qoymaqla sinema kimi də yəni. Və ağ, Hmm, ağappaq şəkildə eləmək. Biri nazik, birini qalın. Burada da bu okeydir. Bu ikisi də belə qala bilər. Burada problemi yoxdur. Vizual da okeydir, maraqlı vizualdır. Və başqa problem yoxdur. İndi ə, deməli, bax, font məsələsində nədir? Diqqət edəcəklər. Verdiyiniz background rəngi çox önəmlidir. Hansı background rəngi verirsinizsə, hətta verdiniz, baxın, məsələn, adi bir dənə tutaq ki, 5-ə yazıram. Bu sadəcə font dizaynını hiss eləməlisiniz. Məsəl üçün, tutaq ki, bu verdim bu font. Düzdür, belə bir font. Bax, qarada belə görsənir. Və hətta hərflər böyükdür. Hərfdə başqa cür abah var. İndi mən onu götürüb hərflərini balacalaşdırıram. Düz bu fontun özü böyük hərflər ancaq var. Hə? Bax, indi görürsünüz, biri böyük, biri balacadır. Başqa cür bir abu-hava verməyə başladı. Qalınlaşdırıcı başqa cür abu-hava verdi. İndi mən bu fontun hərflər hamısını böyük eləyirəm, başqa cür abu-hava verir. Bu abu-havanı hiss eləməlisiniz. İndi background rəngini açıram. Bunu ağ eləyirəm, bunu qara eləyirəm. İndi tamam bir başqa bir abu-hava verdi. Daha belə sakit, güvənli, yumşaq, modern bir abu-hava verdi. Amma backgroundumu qara elədiyim zaman daha gizli və daha aqressiv, daha tünd bir abu-hava verir. Yəni ikisi də doğrudur. Sadəcə bunu necə işlədəcəyinizi seçim etməlisiniz. Bilməlisiniz ki, hansı durumlarda seçmiş olursunuz. Yəni o hissə çox önəmlidir. Məsəl üçün indi bu rənglərlə, backgroundun rəngi ilə uyğunlaşdırmaqdır. Məsələn, qırmızı tonlar verəndə tamam başqa bir iştah artırıcı bir situasiya verir. Yəni rəng font dizaynımızla rol oynayır, font dizaynı rəngi background rəngi ilə rol oynamış olur. Bu ikisini harmoniya tutuzdurmalısınız. Sonra, indi deyək ki, sizin istiqamətdə, sizin baxış açınızdan, öyrənmə ərəfəsindən gedəndə, deyək ki, bir dənə poster götürürəm, font dizaynı ilhamlanmaq üçün. Baxanda da elə bir üstünə baxmalıyıq. Burada gec-gec işlər, Pinterest-ə bax. Burada baxın. Hə, bax görürəm ki, font dizaynına baxıram. Bax, keçən səfər dediyim kimi də hər şey ayrı-ayrı baxmalısınız. Hətta bir posterdə ancaq font dizaynına baxa bilərsiniz. O biri posterdə gedib məsələn şeyə baxa bilərsiniz, vizuala baxa bilərsiniz. Və burada baxıram ki, Abham deməli fontu yazdı, ayrı-ayrı yazdı. Arxaya rectangle verib. Rəngini başqa cür eləyib, burada rəngini başqa cür eləyib. Və bu font dizaynı sayılır. Diqqət çəkmək üçün. Və yaxud da burada. Aha.
Deməli, burada bir dənə belə sözü əl yazma ilə eləyib, altından bir dənə söz yazıb. Burada balaca şəkildə yazıb yazını, birini böyük qalın şəkildə eləyib. Bax, bu da ayrıcı bir font dizaynıdır. Bunları belə oxumalısınız, ayrı-ayrı baxmalısınız. Amma bunu çox bəyəndim. Ha, burada birini opacitysini azaldıb, o birilər qalıb. Burada baxın, buradakı məqsəd nədir? Font dizaynında məqsəd olmalı. Burada here sözünü ön plana vermək istəyirlər. Yəni məqsəd burada siz sloqanınızda hansı bir söz və ya da hansı bir detalı ön plana verə bilərsiniz. Bu isə çox önəmlidir. İndi məsəl üçün, mən bundan ilhamlanarak font dizayn etmək istəyirəm. Buna baxaraq alternativ ideyalar fikirləşməliyəm. Məsəl üçün, belə yazmayıb, mən də belə yazıram. Məsəl üçün, tutaq ki, no stop yazıram. Məsəl üçün, yazdım. Və ölçülərinə diqqət edin font dizaynların. Böyük qoyurlar, background'un qıraqlarına az qalır. Bu təbii ki, vizual dizaynınıza görə dəyişir. O da ki, bunun üçün vizuallara çox baxmalısınız ki, biraz abu-hava öyrəşsin sizdə. Bunu böyüdürəm, background'un qıraqlarına yaxın şəkildə qoymalıyım. Ortadan qoyuram. Buradakı məsafələrin eyni olmasına diqqət edirəm. Bunu yoxlaya da bilərsiniz. Ctrl-R eləyərək şkalanı çıxardırsınız və hesablayırsınız. Buradan bura nə qədərdir? 2-dən belə qoyursunuz. Sıfırdan bura nə qədərdirsə, bu birisində də yəni bu istiqamətdə qoymuş olursunuz. Buradan buranı qoymuş olursunuz. Buraca. Bu şəkildə tənzimləyirsiniz ki, hər tərəfi eyni olmuş olsun. Məsəl üçün. Tutaq ki. İndi burada görürəm ki, bunu mən də burada stop sözünü ön plana çıxarıram. No sözünü isə ön plana çıxartmıram və mən nə edəcəm? Götürürəm. Bu məsəl üçün şəffaflaşdırıb da bu ikisini. Mən də götürürəm bu no sözünü şəffaflaşdırmaq əvəzinə stroke rəng vermiş olacaq. İç rəngi yox, stroke rəngi. Stroku bağlayıram. Stroke verirəm. Fil rəngi bağlayıram, stroke verirəm. Qalınlaşdıram stroku. Bəs o. Mən də bu şəkildə bir font dizayn etmiş oldum. Bundan ilhamlanırıq. Mən gördüm ki, burada 2 dənə hərfi götürür, eləmək üçün şəffaflaşdırır ki, arxa plana düşsün, önəmli sözü ön plana vermiş olsun. Bu bir ideyadır. Bu şəkildə edib, mən də bunun alternativini düşünüb, stop sözünü ön plana vermək istəyirəm, no sözünü isə arxa planda saxlamaq istəyirəm. İndi mən şəffaflaşdırmıram, onun alternativini düşündüm, stroklu eləmiş oluram. Və bu şəkillərdə getməyimiz vacibdir. Baxdınız, alternativini düşündünüz. Baxdınız, yerində saxlayırsınız, alternativini düşünürsünüz. Və belə-belə təkmilləşirsiniz, sonra başqa-başqa ideyalar gəlməyə başlayacaq olacaq. Sonra baxıram başqa bir ideyaya və oradan yəni ilhamlanmağa çalışacağam. Qanalat başlayalım. Məsəl üçün, görürəm ki, bir vizual dizayn hazırlayanda arxa planda böyük bir şəkildə fontu işlədirlər. Mən də arxa planın backgroundunda bir sözlü sloqanı böyük bir şəkildə işlədəcəm, amma onu alternativini eləyəcəm. Məsələn, bunlar belə eləyib, mən də bu şəkildə eləyəcəm. Məsəl üçün. Yəni, bunu indi silək. Başqa bir şey sal. Məsəl üçün, şkalanı yığışdıraq. Görürsünüz, qaranın üstündə qırmızı necə itir? Bir şey yoxdur. Aqressivlik verir. Bir şey yoxdur. Zövqlü tərəfi yoxdur. Amma ağ verən kimi fontuzun, hərflərin hər bir detalının rahat şəkildə görsənməsi olur. Yəni, o verdiyiniz font rahatlıq hissini verməlidir. Yəni, dizaynerli bir baxımdan da hissiyatla işləməkdir, duyğu ilə işləməkdir. Yazını tərpətib qoymaq deyil. İndi, deyək ki, salt sözdür, salt out.
söz yazıram. Fontumu dəyişirəm. Deyək ki, bunu işlətdim. Sonra fontunuza yazınız o şəkildə qalmamalıdır. Hərflər arasındakı məsafəni artırmağa çalışın. Ha burada. Bu da bir üsuldur. Məsələn 200 eləyirəm, hərflər arasındakı məsafəni artırdım. Daha geniş. Onu böyütdüm. Crown'un üstünə bu şəkildə qoyuram. Biraz görsənəcək şəkildə. Stroke verirəm buna. Fili bağlayıram. Stroke verirəm. Bunu biraz qalınlaşdırıram. Və kopyalayıram bunu. Ctrl basıb saxlayaraq duplikatlarını çıxartdım. Sonra Ctrl D eləyərək kopyalayır. Yəni gəlirəm, alt düyməni basıb saxlayıram. Mouse'un 2 dənə mouse şəxsi yarandı, duplikat sayılır. Duplikat çıxan kimi mouse'u basıb saxlayıram, alt düyməni buraxıram. Eyni məsafədə çıxardıram bunu. Sonra da Ctrl D eləyirəm. Bu şəkildə. Vəssalam. İndi bunu trim view eləyirəm. Mən bunu illüstratorda göstərirəm. Bu font dizaynına aiddir. Bunu Photoshopda da eləyə bilərsiniz. Lap birini Photoshopda eləyək, yaxşı. Birini illüstrator edib, birini Photoshopda eləyək. Photoshopda da burada background verməyimiz üçün solid colordan istifadə edirəm. Bir də lap rəngini dəyişək. Rənglər, ən yaxşı rənglər həmişə orta rənglər sayılır. Ortalama olaraq. İndi bura yazıram. Hold out. Fontunu verirəm. Burada da indi bunu böyüdürəm. Burada da göydə görürsünüz, boz və yaxud da qara itir. Yəni, çox diqqət çəkir şəkildə deyil. Bunu ağ edirəm. Böyüdüm. Qoydum bu qırağa. Bunu indi gəlirəm. Filini azaldıram. Photoshopda necədir? Fili yox eləmək və stroke vermək. Fili azaldırsınız. Yazının üstündən, yəni layer'i seçirsiniz, fili azaldırsınız layer bölməsindən. Sonra FX bölməsindən gəlirsiniz stroke'a və burada stroke verirsiniz. Stroke size-ını burada artırırsınız. Tak. Size-ını artırdım. Okeylədim. İndi burada da alt düyməni basıb saxladım, duplikatını çıxartdım, sonra da Ctrl D. Burada Ctrl D olmur ki. Ctrl D olmur. Orada şey J üstündədir. Mənə lazım ki, o illüstrator kimi görürüz, necə ardıcıl gedirdi. Öz sırası ilə. Burada gedin. bu Photoshop'ta elə bir şey var. Burada görürsünüz, olmur. Ctrl J ilə də üstünə gedir. Burada illüstrator Ancaq olmur. Və illüstrator gördünüz, olmur. Ctrl D eləyərək öz məsafəsində, öz paralelliyində eləmiş oldum. Avtomatik. Amma Photoshopda o olmur. Ona görə mən avtomatik özüm gərək kopyaladım. Ancaq bu şəkildə kopyalarını çıxardım. Bu şəkildə kopyaladım, qoydum. Və baxın, bu bir backgrounddur. Gördünüz? Burada buna baxdım, bu böyük bir şəkildə background'dakı yazı yazır. Bunun alternativini düşündüm. Bu alternativ düşünmələrim isə hardandır? Çoxlu şəkildə vizuallara baxanda ayrıca font dizaynlarına baxdığım üçündür.
beyində yığılır və bunların alternativlərini başlayıram düşünməyə. Və bunları indi hamısını seçib opacitysini azaldıram. Bayağı bir azaldı. Bir Bu nə postda üçün neçə edirik? fərqli Baxın, bunu font nə ola üçün bilər? edirik? Bunu nə üçün edirik? Bir indi alacağım sualınızı. Bunu nə üçün edirik? Bunun üzərinə hər hansısa bir vizual gəlib qoyanda, onun vizualda arxa plana maneçilik olması və ya da arxa planın vizuala maneçiliyi olmaması üçündür. Və bu isə çox önəmlidir. Ona görə opacitələrini azaltmağa çalışmalısınız. Hə, nəyə soruşurdunuz? Postda məsələn bir neçə fontu kombin eləyəndə burada çox qarışıq olmaması üçün 2 dənə seçməliyik, yoxsa onun nəsə bir qaydası var? Yox, qaydası yoxdur. Siz sadəcə baxmalısınız vizualınıza maneçilik yaranmamasına, sloqanınızın rahat oxunmasına, estetikaya diqqət eləməlisiniz, hissiyatınız orada olmalıdır. Yəni bir sözlə də belə font dizayn yarada bilərsiniz, baxın, görürsüz. Bir sözlə font dizayn yaradıblar. Və yaxud da burada görürsüz. Vizualı oradan çıxardıblar, pozublar, siliblər, hərf içinə girib filan. Yəni və yaxud da burada ayrıca bir background olaraq işləyiblər. Yəni bir qaydası, qanunu dizayn eləyir də, qayda qanun yoxdur. Yəni bir şey yoxdur. Necə deyim sizə? Ha, bu budur, budur. Yəni 2-dir, 2-dir. 2 vur 2, 4-dür, 4-dür. Elə deyil. Yaradıcılığı baxımından ümumiyyətlə deyil. Yəni sizin dizaynınız, vizualınız idealınıza görə, harmonik vəziyyətinə görə dəyişə bilər. Burada gördüyünüz kimi, məsələn, burada yazıb bir dənə off sözünü görürsüz, bir dənə off sözünü və bir də bu rəngin dəyişməklə bir font dizaynı artıq əldə edib. Sadəcə bax burada məsəl üçün. Baxana daha modern işlərə baxmağa çalışın. Köhnə işlərə yox, belə daha dinamik, daha abu-havalı. Görürsüz, bir dənə belə nazik eləyib, bir dənə qalın eləyib, sonra bir dənə də açıqlama, burada bir dənə up sözünü yaşıl eləyib. Önəmli sözləri, ön plana çıxartmaq istəyəcəyi sözləri onu daha şey eləməlisiniz. Necə deyirlər? Rəngi ilə, fontun qalınlığı ilə fərqləndirməyə çalışmalısınız. Və o zaman daha diqqət çəkici olmağa başlayır. Yəni məqsəd budur. Və üsul budur. Və font dizaynın font dizaynlarını düşünməyiniz, font dizaynları verməyiniz üsullar bunlardandır. Yəni bayaq işlədiyim kimi işləməlisiniz. Gəlib tapmalısınız birini, kreativ olanı. Ona baxıb alternativini düşünüb eləməlisiniz. İndi başa düşdünüz necə getməlisiniz font dizaynına bağlı? Başa düşdüm. Çoxlu baxmalıyam və çoxlu işləməliyim. O %100, yəni mümküniyyəti yoxdur ki, siz sadəcə oturub ayda bir dəfə dizayn şey eləyib təkmilləşmə gözləyəsiniz. Mümkün deyil, yəni o heç yerdə elə şey yoxdur yəni. Adicə yəni durub bir ay dizayn işi işləməsəz, 2 ay dizayn işi işləməsəz, görəcəksiniz ki, geriləmə var, zəifləmə var. Bu sahə elədir ki, həyat şəraitinizi çevirməlisiniz. Bəs işıq kölgə, məsələn, metroda və s. orada posterlərə baxıram, bəzilərində çox qarışıq görsənir. Yəni işığın hardan düşdüyü bilinmir. İndi onu göstərəcəm fasilədən sonra. 5 dəqiqə fasilə eləyək, ondan sonra kölgə işığı sizə başa salacağım. O biraz daha qarışıqdır. İndi bu videonu da Tamam. atıram sizə. Tamam.